Salam, bugün iftar üçün əmək köməcinin çox dadlı bir şorbasını hazırladım. Sizin üçün də fikir olsun deyə paylaşıram. Adi qaydada 2 ədəd soğanı doğrayıb kərə yağında qovururam. Üzərinə 1 ədəd yaşıl biber doğradım. Sonra 2 diş sarımsaq əlavə etdim və bunların hamısını bir yerdə qovurulmağa qoydum. O vaxta qədər də 2 dəstə əmək köməcini təmizlədim, yudum, doğradım. Qovrulmuş tərəvəzlərin üzərinə qaynar su əlavə etdim. Təxmini 100 qram yumru düyü əlavə etdim. 1 ədəd iri kartof kub şəklində doğradım. Duzunu, istiotunu əlavə etdim. Ətsiz şorba olduğu üçün əvvəlcədən buzluqda dondurduğum toyuq bulyonundan da mütləq əlavə edirəm. Sonra alça qurusu, sarı kök əvəzinə sarı çiçək, kartofu ilə düyüsü bişən kimi də göyərtisini əlavə etdim. Əmək köməci bitkisinin tərkibi çox zəngindir. Tərkibində çox miqdarda selik olduğuna görə ağciyər xəstəliklərində bəlğəm gətirici kimi istifadə oluna bilər. Eyni zamanda da həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə də əmək köməcinin dəmləməsini içmək çox faydalıdır. Nə qədər mövsümüdür, siz də istifadə edin, faydalarını görün.